Yasamal rayonunda təcili olaraq 2 otağa düzəlmə, tam təmirli və kubçalı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Böyük Brabonun yaxınlığında, Şərur yaşayış kompleksində, yeni inşa olunmuş 19 mərtəbəli binanın 17-ci mərtəbəsində ümumi sahəsi 55 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə, tam təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Mənzil əşyaları ilə birlikdə satılır, sənədir, kubçadır, ipotekaya yararlıdır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Binanın qazı, suyu, işığı daimidir, liftləri yeni və işləş vəziyyətdədir. Mənzilin qiymətini sonda deyəcəyəm, izləmədə qalın. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Böyük Brabonun yaxınlığında 19 mərtəbəli yeni inşa olunmuş binanın 17-ci mərtəbəsində ümumi sahəsi 55 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə və tam təmirli və bununla bərabər tam əşyalı olaraq satışa çıxarılıbdır. Mənzilin qiyməti sənədi kubça olmaq şərti ilə və əşyalı olmaq şərti ilə 130 min manatdır. Real alıcı olduğu təqdirdə ev sahibi tərəfindən də endirim olunacaq. Bu ərazidə belə bir qiymətə, belə bir mənzil tapmaq qeyri-mümkündür. Alıb kiraya vermək üçün də çox ideal bir təklifdir. Mənzilin qiyməti 130 min manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.